Salam əziz dostlar. Necəsiniz? İnşallah ki, yaxşısınız. Mən də çox yaxşıyam. Güllərimlə yenə bir-birimizə baxırıq. Məni bunlar heyran edibdi. Çox gözəl çiçəkliyiblər. Düymələri də biraz var, amma hələ ki belə də qəşəng çiçəkdə açıqlar çox gözəldilər. Maşallah olsun. Çox sevirəm mən güllərimi. Çox da gözəldilər, hamısı yaxşıdırlar. Bugün sizə gələnlərimin hamısını çəkəcəm. Siz də doya-doya izləyin, çünki bunların bu dəqiqə ən gözəl vaxtlarıdır. Ən bol çiçəkli olan vaxtlarıdır. İstilər düşənə qədər, o çox istilər olana qədər bunlar belə çiçəkli olacaq. Amma qaynar istilər başlayanda 38-40 dərəcə olanda bunlar keçəcəklər dincəlmə dövrünə. Və belə bunlar haqqında biraz bildiyimdən də deyəcəm sizə, nə bilim, çalışacağım ki, bunların hamısını sizə çəkim. Çox gözəl bir vaxtıdır bunların, artıq demək olar ki, çiçəkləri açan da var, açmayan da, indi yeni gələn də belə çiçəkləri hər daim var. İndi istilər gələnə qədər mən bunların sizə bol-bol videosunu çəkəcəm. İstilər olandan sonra yenə onlar fasil eləyəndə mən də videolara fasil eləyəcəm. Amma hələ ki indi çəkirəm. Çünki özüm də çox bunlara baxanda özümü çox yaxşı gümrah hiss edirəm. Bütün negativ enerjilər falan hamısı gedir. Həm də bu lalədir də. Mən bunu lalə gülüm deyirəm. Bu laləyə oxşuyur deyə, çöl laləsinə oxşuyur deyə. Mən bunlara lalə deyirəm. Mənim gözəl lalələrim. Və buradan gəldim bu gözəlimə. Bu da artıq 5-6 illik güldür. 2 dəfə qabın torpağını dəyişmişəm. Yəni eyni saxsada torpağını dəyişmişəm, amma qabı durur. Bunun torpağını soruşanlar da var məndə. Torpağı həyətimizin torpağıdır. Bilənlər artıq əzbərləyibdir mənim güllərimin torpağın. İçində biraz kül var, biraz qurumuş heyvan peynindən var. Belə həm də bunların növü belədir, əziz dostlarım. Növləri belədir bunların, çiçək açan növlərdəndir. Bazardan aldığınız bu növlərdən gətirirsiniz, onun bütün torpağını dəyişirsiniz, sirkələyirsiniz, tamam. Biraz da köklərindən kəsirsiniz. Köklərinin üçün onların kökü belə çox olur, saçaq-saçaq olur. Onu kəsirsiniz, yeni torpağa əkirsiniz. Çünki o boş torflarda olanda gərək hər gün su verəsən, su verəndə də gəlir xarab olur. Yəni çox su verməkdən xarab olur. Ona görə də bunları öz mühitinizə uyğun bir torpağa əkməlisiniz ki, yaxşı olsun da, yayın istisinə dözümlü olsun. Belə iri həcmli bir gözəlimdir. Bu da mənim ceyran gözlərimdəndir. Görürsünüz, düymələri də çoxdur. Belə çiçəkləri də çox açır. Belə yaxşıdır. Bol çiçəkdədir. Bu da yenə bunun da torpağı eyni qaydadadır. Yəni bunu da başqa heç nə eləməmişəm. Elə ancaq öz kəndimizin torpağındandır. Yenə alan kimi torpaqların sirkələyib, tamam. Üstündə kökün bir dənə torpaq qalmayıb. Köklərində budamışam. Kök budaması deyilir ona. Köklərində buduyursan, öz torpağımızda əkəndə onda əkirsən ki, şey olmasın. Nədir? O torpağa özü yeni köklər versin. Yəni artıq kök də güclüdür də, ona görə də o artıq köklərdən də onu biraz azaltmaq lazımdır. Görürsünüz, bax bir dənə budaqdır. 4, bir dənə də bu açan. 5 dənə çiçək açıb. Yəni mən buna inanırsınız ki, and içməkdən zəhləm qaçır qızlar. İnanın Allaha ki, mən buna heç bir vitamin vermirəm. Bu alınma, nepakalar deyirlər, napeki deyirlər, nəsə belə bir şey, hiç adını da deyə bilmədim. Nə onlardan vermirəm, nə başqa vitaminlər vermirəm. And ola Allaha, bu mənim öz torpağıma əkdiyim güldür. Mən buna heç nə vermirəm. Mən sizə bunun bir sirri yoxdur, axı mən bunun sirrini deyim sizə. Arada verirəm düyünün kirli suyun. Elə bil düyü bişirəcəmsə, onun kirli suyun ilıq su eləyirəm. O düyünü biraz isladıram da. Onun içinə duz tökmürəm. Biraz qəşəng o kirli suyu 3 dəfə yuyub tökürəm bir vedrəyə.
o vedradan da bunların hərəsinin dibinə biraz tökürəm o sudan. Görürsünüz nə boydadır. Bir ortaları xarab olur artıq, çünki çoxdandır bu çiçək açıb. Bu da yeni gələn. İlk dəfə açanda belə qəşəng açır. Sonra istilər çox düşəndə belə çox gür yekə topa olmur da. Biraz balaca olur topası. Belə nə deyirdim? Düyünün kirli suyunu verirəm arada. Birdən çay içirik stəkanlarda. Elə bir çay içirik. Onun qalır axı stəkanlarımızda, fincanımızda biraz qalır su. Elə onu da əlimlə ürgənib belə gülün dibinə tökürəm. Başqa nə deyim? Ayrı nə verirəm? Bir də biz kət yerində yaşayırıq da. Kət yerində yaşayırıq, separator süd deyirik. İndi maşın çəkir, südünü, yağını alırıq, separatorunu da indi gəlib götürürlər də. Pendir zavodundan falan gəlib yığırlar. O qavın dibində bulaşığı qalır o vedrada. İndi yola qoyuruq, gəlib götürürlər. Qavın dibindəki kirri qalır axı. Biraz dibinə süd çökür belə filan. Onu da mən elə bil o vedranı yıxalayanda şey eləyirəm. Elə güllərimin dibinə tökürəm. İstər yer güllərimin, istər belə qavdakı güllərimin. Belə diblərinə hərəsinə biraz verirəm. Ayrıdakı bir şey yadıma düşmür. Əgər olanda indi bir də banan qabığın istadıram. Banan qabığını istadıram. Ondan 1-2 gün saxlayıram bankada. Ondan sonra verirəm güllərimə. Biraz o pisi suya qarışdırıb verirəm güllərimə. Başqa yəni elədiklərim bunlardır da. Mənim də imenli bundan örtü gedib mağazindən qavıda vitamin almıram. Elə əlimin altda olan şeylərdən arada bir olanda elə verirəm. Verməyəndə də ki, elə adi bizdə artizandır. Artizandan gələn sudur. Görürəm su gəlir. Vedran doldurub gətirirəm. Hərəsinin dibinə biraz verirəm. Durur orada. Yəni buna xüsusi nəsə eləmirəm də. Belə sudan verirəm. Arada verəndə elə şeylərdən. Yəni başqa bir NPK falan heç nə onlardan eləmirəm. Bugün bibim gəlmişdi bizə. Deyək ki, bu güllərin hamısını yığıb aparmaq istəyirəm. Biraz balaca qablar dəhdiyimdən ona da verdim. Deyir, bunların adam hamısını görüb istəyir götürüb aparıb. Bunun balacasından varım idi. Onu verdim ona, büyün apardı. Deyir, elə istəyirəm hamısını götürəm gedəm. Belə nə bilim. Gül bilmirəm ki, belə. Nə qədər ki, gülü çox istəyirsiniz, əziz dostlarım. O gül də elə bil insana o qədər qarşılıq verir. Yəni belə o gül də istəyir ki, sənə o gül də o qarşılığı verir, çiçəkləri ilə verir. Belə ayrı da vallahi mən nə deyim sizə. Ayrı nə qulluq edirəm ki, heç nə eləmirəm. Bir daş kimi torpaqdır, baxın, əlimdən qoy, belə eləyim. Daş kimi torpaqdır. Bax, burada da görürsünüz, ceyran gözünün bir xırda budağı qırılmışdı. Bura bastırmışam, indi tutar, tutmasa da. Yəni, bura bastırıram belə. Bütün gül sevərlərin hamısının olur o. Qavın bölündə biraz boş yer görən kimi tez o dəqiqə ora bir şey bastırmalıyıq. Bu da gözəlim. Gözəllər gözəlim. Bu da çiçəkləri boldur. Çox qəşəngdir. Biraz da hava tutqundur. Deyəsən yağış yağacaq. Qalan şomda görürsünüz, ayaq yarpaqları saralıb. Biraz çiçəklərin keçməyini gözləyirəm. Bunları da inşallah ki budayacağım. Tamam, yeri pöhrələr gəlsin. Bu da qırmızımdır. Yaxşıdır, bu da biraz xarab yarpaqlar var. Bunları almaq lazımdır. Bir də qışda bunlara mən maya kürü vermişdim. Onu sizə video çəkmişəm. Qış baxımı, yaranların qış baxımı yazmışdım videonun girişinə də. Biraz şəkər tökdüm vedrəyə, biraz da quru maya. Onları qatışdırdım suda təmiz həll olandan sonra hərəsinin dibinə biraz vermişdim. Yəni belə olur. Baxımlar ayrı bir şey. Bu da özümün yetiştirdiyim, toxumdan bitirdiyim geranımdır. Zonalli ilə yerli geran tozlaşıb. Belə bir hala olubdu, belə rəhdə. Al qırmızı, belə narıncıya basan qırmızı qəşəng çiçəyi var. Qəşəng açan növdür, belə düyməsi falan var.
Kalanşolarım da artıq açır. Bu kalanşonun xeyli budağından seyrətmişəm. Çox ağır idi. Seyrətdim. Yaxşıdır bu da. Bu da qırmızımdır. Qıpqırmızıdır bu. Videoda həmişə tam rəngi göstərmiş. Qıpqırmızı belə. Təkəçanımdır bu da. Qırmızıdır. Deyəsən rozlu bu da təkəçandır. Belə üçün bir araya yemişəm. Bu da o bayaqki gözəl kəpənək gülümün artırılımdır. Bu da artıq başlayıb. Bu gözəlliklər də. Bundan da bir neçə dənə qavda artırmışam. Bu çox qəşəngdir. Hoşum gəlir belə iki rənglərdən. Ramaşqam da qəşəngdir. Bunu budamışdım bu il. Keçən il bu da zonallidir, bu da böyüyən deyil. Bunu qışda budadım. Bu gələn yeni zoğlarıdır. Yeni zoğlarıdır belə. Qəşəng bu da ücə çiçəyə başlayır. İri top açan belə görürsünüz nə qədər düyməsi var. Bir zonallidir. Bu da elə çox böyüyəndən deyil. Bu da yenə ağ zonallidir. Bu da çiçəkdədir. Belə. Göz xarab olan yerlər də var. Belə çiçək düyməlilər də var. Belə bu qəşəng çiçək açır. Bu da yenə narancımdan olandır. Az qalmışdım bunu verəm bibimə. Sonra özümü möhkəmlətdim, vermədim. Bibim də belə vaxtları xoşlayır. Amma qış olan kimi hara qoyursa hamısı xarab olur, ölür güllər. Ona verdiklərimi də deyirəm ki, bibi sən canım baxa bilməyəsənsə qışda gülümü qaytar, öldümə. Belə çiçəkli vaxtı xoşu gəlir. Çiçəkləri qutarandan sonra gülü bilmir hara tuluyur. Gedirsən ki gül yoxdur. Ona görə vermək istəmədim. Kayfım gəldi, bilməm niyəsə əlim gəlmədi. Burada göylük elədim. Dedim bir dənə qaval ver, sənə gül əkəcəm. İndi alıb verərsə əkərəm ona bir budağın balarısıdır. Bunu da budamışdım sıfırdan. 3 il bundan qabaq dolu yağanda bunun gövdəsini xarab eləmişdi. Bu da böyüməyən sortdur. Belə çox çiçək açır amma. Belə fosforlu pəmbədir bu. Bu da belə gözəlim. Çiçəkləməyə başlayır da davam eləyir. Bu da qırmızım yenə. Partlayır. Bu da çiçəkləyəcək. Bu da qırmızım. Hələ bu kalonşum hələ indindi. Tək-tək belə açmağa başlayıb. Belə fırlayıram. Havanın istiqamətinə fırlayıram ki, bir tərəfi şey olmasın da. Elə bil hər iki tərəfli belə. Belə olanda qəşəng görükür. Amma arada belə fırlayıram ki, arxa tərəfinə də gün vursun, hava vursun. Ya bu gözəlim. Prenses. Çox bəyənirəm bunu. İtir. Ceyran gecə deyil bu. Ceyran gözü iki açır bu itirdi. Ne güzel sensen. Arılar da buralarda ancaq güllərə görə gəzirlər. Güllər istəyirlər. Belə əziz dostlar, sizi çox yormayın. Sizinlə başqa nə istəsəniz, hansı mövzu ilə bağlı istəsəniz sizə mən video çəkim. Yəni başqa hansı güllər haqqında istəyirsinizsə video çəkim. İndi o bir tərəfdə şevboy çiçəklərim var. Sarı olanlar, onlar artıq çiçəklərin solublar. Onların elə bir budanmaq vaxtlarıdır. Onların haqqında istəsəniz video çəkərəm sizin üçün. Yəni onların baxımı haqqında. Bu da xeylaq vaxtı çiçəkdədir. Çox da gözəldir. Elə rəngi buradan ətər görürsünüz heylədir. İçi qırmızı qırağı tünd roz bu. Bu da yeni dikenler tacım. Bir qəşəng. Yoldan qoyunlar gedir.
Geçen il bildiniz de dostlar size video çekmiştim. O koyunlar bizim həyətə girib mənim güllerimin yarısını yemişti. Kapı tarafı yemişti, o tarafı kalmıştı. Bu da benim bu gülümü de budamışam. Çiçeklerimi budadım ki bu gelenler gelsin yenileri. Önce çiçeklemeyi istəyir tekrar. Kalan şomangini. Budadım artık bir iki çiçeğe kalmıştı. Onu kırdım ki yeniler qüvvələnsin. Yeni qəşəng soğuları gəlir. Belə əziz dostlar, buradan da sizlə sağollaşıram. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Var olasınız. Xoş sözləriniz üçün də çox sağ olun. Gözəl sözlər yazırsınız. Allah hər birinizdən razı olsun. İnşallah ki yeni videolarda görüşərik. Hələlik dostlar.